Sen gel ticaret. Salamlayıram sizlərə əziz izləyicilər. Artıq yarım final mərhələsidir. Respekt komandası ilə Qoca Sinyora komandası qarşılaşır və mərkəzə ilk öncə dəvət olunurlar. Komandalar salamlaşacaq və salamlaşdıqdan sonra oyunumuz start götürəcək. Şərhçiniz mən Mirceyhun Mənsimovdur. Təşkilatçı Old Cup 35+ Fərid Məmmədov idarə edir, həm hakimlik edir, həm də bu çempionatda əziyyətini çəkən həqiqətən də Fərid Məmmədovdur. Komandalar bir-birləri ilə görüşürlər. Uğurlar arzulayırıq hər iki komandaya. Sağlam, maraqlı bir oyun gözləyirik. Qeyd edək ki, Qoca Sinyora komandası heç məğlub olmayıb. Baxaq, Respekt komandası kollektiv oyunu bacaran bir komandadır. Baxaq, büdrədə biləcəkmi Qoca Sinyora komandasını? Az sonra oyun start götürəcək. Və maç start götürdü. Qoca Sinyoranın oyuncusu Salih rəqib komandaya topu verir. İlk öncə Respekt komandasının heyətlərini açıqlayım sizə. Kapitan Məmmədov Rıza, Əmraslanov Kinyaz, Bayramov Vüqar, Xəlilov Xəlil, Kərimov Məmmədəli, Ağayev Hacıəli, Atayev Sənam, Hüseynov Elgün, Rızayev Fuad, Məmmədov Mahir, Arzumanov İlkin, Məmmədov İslamdır. İndi isə Qoca Sinyora komandasının heyətlərini açıqlayacağım. Kapitan Rüstəmli Qələndər, Rəsulov Salih, Bağırov İlkin, Novruzov Elnur, Ağayev Elvin, Həşimzadə Fərid, Qəmbər Qəmbərov, Hüseynov Fuad, Əliyev İlkin, Əskərov Elçin və İskəndərov Fərhaddır. Hal-hazırda top Qoca Sinyora komandasındadır. Kapitan Salih ilə oynayır. Edəcək, top Fərhada gəlir. İtirmədilər topu. Fərhad yenə də öz istiliyi ilə demək istəyir ki, mənə Fərhad yox, Fərhədinho de. Baxaq, necə oyun olacaq. Zərbəsi qapıdan aralı keçir. Topu qapçı Mahir yerinə yetirdi. Yanında Sənan var. Sənandadır top. Bir daha Mahirlə oynayır. Mahir Hacəli ilə oynadı. Hacəlidən uzun bir pas. Məmmədəli pasını verdi. İslamın pasını saxlaya bilmir. Və out yerinə yetiriləcək Qoca Sinyora. Top Fəriddədir. Fərid oyuncularını irəli səsləyir. Tələsmir. Salihə pas. Salihdən oğurladılarmı? Bəli, İslamdadır top. Fərid götürür. Qarşısını alır İslamın. Cinah dəyişildi. Kapitan Qələndər. Yox, ilkindir bu. Bir-birlərini başa düşmədilər və out qazanır Respekt komandası. İslamın zərbəsinə blok qoyulur. Sənandan İslama pas. Sənan. Topu mübarizə var. Sənan qalib gəlir bu mübarizədə. Hacəli İslama pası. İslam. Topu mübarizə və top İslamla meydanı tərk etdi. Qapıdan zərbə olacaq. Elvin. Yanında Fərhad var. Fərhad gözəl sıyrılır, amma out deyir. Məmmədəli bir oyunçunu keçdi, amma uğurladı Elvin. Pas dəqiq olmadı və out. Sənan. Rəhman. Rəhmanın zərbəsi dəqiq olmur.
Fərhad. Həqiqətən də Fərhadın driblingləri çox möhtəşəmdir. Topla oynama bacarığı. Pası isə dəqiq olmadı. Rəhman. Qaptan Mahir. 4-də 1 mərhələsində. Oy oy oy, nəyi qaçırdır Məmməd Əli. Sözüm yarıda qaldı bu epizodda. Qeyd edim ki, Mahir həqiqətən də 4-də 1 mərhələdə çox komandasına kömək olmuşdu. Arxadan danışaraq komandanı idarə edirdi. Beyin rol oynayırdı. Bu oyunda da Mahirdən eyni şeyi gözləyirik. Zərbə Sazəlinin dəqiq olmadı. Bəlkə üstünlük Respekt komandasındadır. Baxaq necə olacaq. Qeyd edim ki, 4-cü dəqiqədir hal-hazırda. Elvinin pası dəqiq olmur. Üçüncüdən zərbə yerinə yetiriləcək. Topun başında Rəhman var. Rəhman baxır önə doğru. Yerlə pası keçmədi. İlkin dəqiq oynayır müdafiədə. İlkin topu uzaqlaşdırmaq istədi və rəqib oyuncuya dəydi. Meydanı tərk etdi. İlkindən uzun bir pas. Top Fərhada gəlir. Fərhad isə qəbul etmişdi, amma uğurladılar topu ondan. Out. Yerinə yetiriləcək. Fərhad yerinə yetirəcək. Salih itirdi, amma Salih. İlkinin zərbəsi dəqiq olmur. Solaxa dəqiq bir zərbə olmadı. Qapıcı Mahir Sənanla oynayır. Sənan bir daha Mahirə verir topu. Mərkəzə pas. Fərhad az qalsın götürürdü, amma Fərhaddan meydanı tərk etdi. Out. Rəhman baxır. Geriyə Azəli ilə oynadı. Fərid topu uzaqlaşdırdı. Önə gələrək topun Rəhmana gəlməyinə qoymadı. Mahir. Rəhman. Rəhman dəqiq olmadı. Çox qəribə az yerinə yetirildi, amma Respekt komandası qazanır. Bəli, bu altı yox. Qoca Sinyorandı. Yox, Fərid Məmmədov bildirir ki, altı Respekt komandası yerinə yetirəcək. Geriyə bir pas. Mahir. Mahirdən önə doğru İslam. İslam nə edəcək? Önündə oyuncusu var. Pasını verdi. Dəqiq olmadı. Qapıdan zərbə olacaq. Qapıcı Elnur ilkin oynamışdı. Fuad Fərhadla oynayır. Fərid top çıxmayıb. Davamdır, davam. Davamdır, davam. Hacəli pasını verdi. Rəhman baxır. Pasını verdi. Hacəli topa yetişdi. İçəriyə pas verə biləcəkmi? Yox. Fərhad qarşılayır. Fərhad. Salih mübarizəsi. Zərbə və top Sənanla meydanı tərk edir. Fərhad. Oyun qızışır. Gözəl mübarizə görürük hər iki komandadan. Salih ilə İslamın mübarizəsi çox maraqlı alındı həqiqətən. Elnur. Fuad. Elvindən topu uğurladılar. Sənan. İslama pas gəlmir, amma İslamdan top meydanı tərk edir. Son toxunuş İslamdan idi. İlkin Fərhadla oynayır. Cinah dəyişildi. Fuad. Salih.
Salih baxır önə doğru. Geriyə pas Fuad. Fuad gözəl sıyrıldı. Davam deyir Fərdi Məmmədov. Top Qoca Sinyora komandasındadır. Fərhad zərbəsinə blok qoyuldu. Rəhman pasını verdi. Çobudluq var idi. Davam deyir. Top Respekt komandasına pasını verdilər. İslam və gücdən zərbə. Fərdi Məmmədov cəzalandırır Fuadı. Sarı vərəqə görür. Gücdən zərbə yerinə yetiriləcək. Topun başında İslam var. Baxır. Uzun bir pas. Toxunuş yox idi və Respekt komandasından top meydanı tərk edir. İlkin topu yerinə yetirəcək. Fərhadla oynadı. Fərhad pasını verdi. Fərid geriyə İlkinlə oynayır. İlkindən uzun bir pas. Cinah dəyişildi. Salih mərkəzə doğru. Pas dəqiq olmadı. Rəhman. İslam. İslamın zərbəsinə blok qoyur Fuad. İslam baxır. Geriyə Mahirlə oynadı. Vüqar. Qapçı Elnur topu Fuadla oynuyor. Salih. İlkin. İlkin. Önündə Rəhman var. Rəhman az qalmışdı götürürdü və İlkin topu qabağa verir. Vüqara gəldi top. Vüqardan pas. Elcünü də oyunda görürük artıq. Respekt komandasında dəyişikliklər var. Tez-tez. Pas dəqiq olmadı. Fərdin zərbəsi. Oy oy oy. 3 təhlükəli zərbə. Qoca Sinyora komandasından dəqiq olmur. Qeyd edim ki 11-ci dəqiqədir. Hələ də hesab açılmayıb. Çox maraqlı mübarizə gedir. Elcinin pası dəqiq olmur. Salih önə doğru getmək istəyirdi, amma Elcin qarşısını aldı. Out yerinə yetiriləcək. Geriyə İlkinlə oynadılar. İlkin bir daha uzun bir pas içəriyə doğru, amma heç kim yoxdur. Top Mahirə gəlir. Fuad gözəl düşünmüşdü, amma Salih öndə değildi. Mahir. Vüqar. Önü boşdu. Zərbəsi. Qapçı Elnur. İslam topu qəbul edebiləcəkmi? Bəli, etdi, pasını da verdi. Vüqar. Elcün önü boşdu. Zərbəsi. Qapıdan aralı keçir. Təhlükəli hücum gördük Respekt komandasına. Elnur topu yerinə yetirdi. İlkin var yanında. İlkin baxır. Uzun bir pas. Salih qəbul edə bilmədi və Mahirdədir top. Mahir tələsərək Vüqarla oynayır. Vüqar nə edəcək? Pasını verdi. Oyunçunun ayaqları arasından. Və Fərhad topu uzaqlaşdırdı. Elcindədir top. Gözəl paslaşmalar gördük. İslam yanında. Elcin var və qapçı Elnur. İslamla möhtəşəm pas Rəhmana. Elcin isə qapıda dəqiq oynayır. Vüqar. Uzla zərbəsi. Qapıdan zərbə olacaq. Toxunuş yox idi. Qapıdan aralı keçmişdi. Fərhad. Geriyə pas. Fuadla bir-birlərini anlamadı. Fuad önə doğru getmişdi. Zərbə dəqiq olmur. Bir daha qapıdan zərbə olacaq. Fərhad. İlkin. Uzun bir pas. Qapçı yumruqlarla uzaqlaşdırdı. Top amma yenə də Qoca Sinyora komandasındadır. Fuaddan gözəl pas. Müdafiədə dəqiq oynayır Respekt komandasının oyuncusu. Mahir topu uzaqlaşdırır.
ilkindədir. Hər iki komanda uzun paslar verməyi çox sevir. Baxaq, ilk öncə hesabı kim atacaq? Fərhad Salihlə oynadı. Salih irəliləyir, İlkin də yanındadır. İlkin topu uğurlayır, bəli. Rəhmandan alırlar topu Fərhad. Fərid, önü boşdur, zərbə olacaqmı? Zərbəsinə blok qoydu Elcin. Hacəli. Məhəmməd Əliyə top gəlmir. Müdafiəsi topu uzaqlaşdırır. Vüqar 6 yerinə yetirdi. Elcin. İlkin. Hacəli pasını verdi Məhəmməd Əli. Önü boşdur, nə edəcək? Zərbəsi qapçı Elnur. Oy oy oy. Artıq Elnur 2 təhlükəli zərbənin qarşısını alır. Həqiqətən də qapda bu gün çox möhtəşəm qalır Elnur. Gücdən zərbə yerinə yetiriləcək. Uzun bir pas. Vüqarın gəlişinə zərbəsi dəqiq olmadı. Qapıdan zərbə yerinə yetirildi. İlkin. Fərhad. Fərhad cəza sıyrıldı. Önü də boşda irəliləyir. Zərbəsi dəqiq olmadı. Həqiqətən də gözəl düşünmüşdü, amma sonluq dəqiq olmur. Qapıdan zərbə. Mahir kimlə oynayacaq? Önə baxır. Mərkəzə Elcinə pas. Elcin Vüqarla oynadı. Bir daha Elcin. İlkin başla topu uzaqlaşdırır önə doğru. Salihdədir top. Fərhad. Fərhad 2 oyunçu ilə mübarizəsi, amma top Vüqardadır və Respekt komandasındır out. Bəli. Fərhaddan meydanı tərk etdi top. Birinci topa baxırıq. Vüqar topu yerinə yetirəcək. Uzun bir pas görəcək. Önə doğru dəqiq olmadı və out kazanır Qoca Sinyora komandası. Fuad topu yerinə yetirəcək. Qapçı ilə oynadı. Salih out'u yerinə yetirdi. Fərhad qapçı da öndədir. Topla mübarizə, amma Qoca Sinyora komandası out'u kazanır. Top ilkindən meydanı tərk etdi. Fərhad geriyə oynayır Fuad. Elçin gözəl düşünmüşdü, amma ilkin yaxın değildi. Bəlkə də yaxın olsaydı qolla bitə bilərdi bu atak. Qapçıdan kobudsa, bəli, cərmə. İtələmişlər Elçini. Cərmə zərbəsi yerinə yetiriləcək. Topun başında Fərhad var. Mahir 2 canlı sədd qurur. İlkindən Salihin mübarizəsini görürük biz içəridə. Pasını verdi. Zərbə qapçı Mahir. Salihin qüvvətli zərbəsinin qarşısını alır. Elçin baxır. Mərkəzə pas. Fərhad çata bilmədi. Bəli, cərimə zərbəsi Məhəmməd Əli etirazını bildirdi Fərid Məmmədova və Fərid Məmmədov cərimə zərbəsi bildirmişdi, görürdü. Canlı səttə 2 oyuncu var. Salihlə ilkini görürük biz. Topun başında Məhəmməd Əli var. Yanında da İlkin var. Baxaq nə olacaq? Ev tapşırığı varmı? Birbaşa zərbə mi görəcəyik? Məhəmməd Əli irəliyir. Zərbəsi ilkinə dəyir və ilkin yerdə qalır. Hakim oyunu saxlayır. Top avantaja verilir və Respekt komandasındadır Sənan. Gözəl pası. İlkin pası keçmir Elnur. İlkini görürdü. Sənan geriyə oynadı. Mahir. İlkindən geriyə pas. Mahir. İlkin. İlkin.
Mahir. Vesselam Bekir. Oynadı ne Uzun bir pas. Pası dəqiq olmadı. Elçin. Geriyə doğru çəkilir. Fuadla oynadı. Fuad baxır. Fərhad. Fərhadın pası dəqiq olmadı. İlkin. Elgünlə oynadı. Zərbəsi Elnur. Yenə uzaqlaşdırır topu. Fuad isə dəqiq oynaya bilmədi və out qazanır. Respekt komandası. Dəyişikliklər görür. Rıza kapitan qıraqdan idarə edir komandanı. Baxaq, nə nəticə verəcək Rızanın taktikası. Dəyişiklikləri. Azəri topu itirdi. Fuad İlkinlə oynayır. Pas biraz sert alındı və out. Respekt komandasının. Mahir baxır. İlkinə verir pasını. İlkin. Güzel pas Sənana doğru. Sənanın İslam'a pası. İslam azca toxundu amma saxlaya bilmir. Həqiqətən də komandalar birə-bir oynayır. Sanki topu oyuncuya verməyə heç cür şans yaranmır. Həqiqətən də iki komandaya da əhsən. İslam Sənanla oynadı. İlkin. Çobu da oynayır. Bəli, toxunuş var idi Sənanın ayağına. Top yerinə yetirildi. Azərdən pas İslam. Fuad topu uğurladı. Yox, Fərid Məmmədov bildirir ki, top meydanı tərk etmişdi. Out. Geriyə oynayır İslam. Uzun bir pas. Azərdən dəqiq alınmadı. Top Məhəmməd Əliyə çatmır. İlkin Fuadla oynadı. Fuaddan uzun bir pas. Hacəli sinəsi ilə qəbul edir, amma komanda yoldaşlarına pası verə bilmədi. Elçin İlkinlə oynayır. İlkindən mərkəzə doğru pas dəqiq olmadı. İlkindən İslam'a pas. İslam baxır. Nə edəcək? Yox, çata bilmədi. Elnur. İlkindən uzun bir pas. Top qapıcıya gəlir. Qapıcı topu buraxır. Qapıdan zərbə yerinə yetiriləcək. Sənan. Məhəmməd Əli. Baxır. Geriyə oynadı Sənan. Sənanla uzun bir pas. Bərk alınır. Qapıcı ilə ilkinin mübarizəsini gördük. Top Qoca Sinyora komandasındadır. Out. Oyunun bitməyinə 1 dəqiqə qalıb. Çox maraqlıdır. Hesab hələ də açılmayıb. Topu qəbul etdiyi üçün, amma bəli, çobudluq var idi. Qapıcıya toxunuş və Fərid Məmmədov sarı vərəqə bildirir. Qapıcı zədələnir. Mahirdən mərkəzə doğru pas. Dəqiq olmur. İlkin Fərhadla oynayır. Tələsmək lazımdır. Birinci hissənin bitməyinə çox az qalıb. Fərhadın zərbəsi. İlkindən uzaqlaşır top. Elçin. Geriyə oynayır. İlkin. Mərkəzə doğru pas. Elçindən gözəl pas. Fərhadın birbaşa zərbəsi. Mahir qapısında dəqiq oynayır. Fərhad ikinci zərbənin yerinə yetiriləcək. Pasını verdi. Salihin zərbəsi. Qapıdan rahat keçir və bununla da birinci hissə bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissə başlanıldı və qapıcıdan top meydanı tərk edir. Bəli, ikinciden zərbə. Respekt komandası adına uyğun hərəkət edir. İslam topu qapıcıya verdi. Dedim ki hesab 0-0'dı. Top Rəhmandan meydanı tərk etdi. Salih baxır. Uzun bir pas. İlkin yox. Vüqar uğurladı. İslam
Gözləyir, baxır. Oyuncuları baxır ki, hardadır. Gözəl pas. Rəhman və gol. Birinci epizodda dəqiq olmasa da Rəhman Vüqarın pası ilə Rəhman bitirir. Bəli, hesab açılır. Mərkəzə dəvət olundu Qoca Sinyora komandası. Qol vuran oyuncu Xəlil idi. Qəmbər topu uzaqlaşdırır Xəlil. Fuat topu yerinə yetirəcək. Uzun bir pas. Elçin mane oldular ona. Fuat topu Fərhada verir başla. Fərhad qəbul etdi. Və bəli, cərimə zərbəsi. Qoca Sinyora komandası artıq tələsir. Etirazları da var idi qola. Bildirirdilər ki, top çıxmışdı. Amma Fərid Məmmədov əmin olaraq deyirdi ki, qoldu və mərkəzə dəvət olundular. Qapıcı Mahir topu yerinə yetirəcək. Məhəmməd Əli geriyə Vüqarla oynadı. İlkin Mahir, Vüqar, bir daha Mahir. Gözəl paslaşmalar görürük Respekt komandasında. Uzun bir pas Mahirdən keçmədi. Fuat dəqiq oynayır. Qəmbər gözəl topu qəbul etdi. Komandası da saxlayır topu. Fuat, Elçin. Qəmbər çatdı topa. Geriyə Fuatla oynayır. İlkin. Pas keçmədi. Qapıcı döndədir. Topu uzaqlaşdırdı qapıcı. Elnur qapısına qayıdır. İslamın zərbəsi dəqiq olmur. Elnur risk edərək önə doğru gəldi və topu başı ilə uzaqlaşdırmışdı. Top yerinə yetirildi. Fərhad. Fərhad sıyrılır amma Xəlil bədəni ilə onun qarşısını alır. Fərhad topun başındadır. Ara məsafəsi istəyir. Bir canlı set var Fərhadın önündə. Fərhadın zərbəsi Mahir yumruqlarla uzaqlaşdırır. Top içindədir. Geriyə Fərhadla oynayır. Fərhad irəliyir. Zərbəsi! Müdafiədə Vüqar dəqiq oynadı. Out Respekt komandasını. Həqiqətən də Fərhad gözəl zərbə vurmuşdu. Müdafiəçi qurtarır bu epizodda komandasını. Elnur topu yerinə yetirəcək. Fuat. Qəmbər var yanında. Qəmbər. Qəmbər irəliyir. Ara pası keçmir İslam. İlkin geriyə dönür. Cinah dəyişildi. Bəli. İtirməyiblər amma pas dəqiq olmadı. Qapıcı Mahir irəliyə doğru pası. Rəqib komandanın qapısına gəlir. Elnur topu buraxır Fuada. Fuad qapıcı Elnur'la oynadı. Elnur'dan önə doğru pas və out. Xəlildən meydanı tərk etdi. Elçindən geriyə pas. Fuad sıyrıldı. Pasını verdi Fərhad. Geriyə oynadı İlkin. Qəmbər. Nə edəcək? Baxaq. Fərhadla oynadı. Fərhad irəliyir. Önündə Vüqar var. Pas dəqiq olmadı. Top İlkindədir. Məhəmməd Əli nə edəcək? Baxır. Geriyə Vüqarla oynadı. Vüqarın pası keçmir amma Vüqar topu uzaqlaşdırdı və out qazandı. Qoca Sinyora komandası artıq 30-cu dəqiqədir. Hesabda geridədir Qoca Sinyora komandası. Baxar Respekt komandası məğlub edilməz komandanı məğlub edə biləcəkmi bu oyunda? Uzun bir pas. İlkin çata bilmir. Out qazanır. Respekt komandasından İslam topu yerinə yetirdi. Sənan. İslam topu attı və keçdi.
Pasını verir və gol! Hesab açılır, 2-0 olur. Artıq ikinci dəfədir ki, Qoca Sinyora komandası mərkəzə dəvət olunur. Respekt komandasının oyuncuları bu golun sevincini bölüşürlər komanda yoldaşlarıyla. Golu vuran oyuncu Məhməd Əli idi, səhv etmirəmsə. Qəmbərin qüvvətli zərbəsi dəqiq olmur. Bəli, golun sahibi Məhməd Əli idi. Xəlil, Fuadla Xəlilin mübarizəsi, heç nə yoxdur. Fuad ilkinlə oynayır. Mərkəzə doğru pas, Fərid. Fərid gözəl sıyrıldı, pasını da verdi Fuad. Bir daha Fərid. İlkin baxır, irəliləyir, nə edəcək? Az keçmədi, Elgündən meydanı tərk etdi. Qəmbər. Top qapıcı Mahirə gəlir. Artıq Respekt komandası tələsmir, hesabda öndədirlər. Top meydanı tərk etdi. Elgünün pası biraz dəqiq olsaydı bəlkə də qapıcı ilə özbəyiz qala bilərdi Xəlil. Fərhad geriyə Fuadla oynayır. Fuad baxır. Fəridə pas. Fəridin yanında Sənan var. Fərhada verilmişdi, amma Fərhadın zərbəsi dəqiq olmadı. Outdur, bəli. Yox, qapıdan zərbə bildirir Fərid Məmmədov. Sənan. Uzun bir pası. Müdafiədə boşluq var. İslam pasını verir, amma dəqiq olmur. Top meydanı tərk edir. Elnur topu yerinə yetirdi ilkin. Fərhad topu qəbul etdi. Önündə 2 oyuncu var. Nə edəcək Fərhad? Uğurladılar topu Fərhaddan. İslam irəliyir, Fuadı keçdi. Zərbəsi və gol! İslam komandasının 3-cü qolunu vurur. Gözəl keçid və gözəl bitiriş İslamdan. Qoca Sinyora heç də vəziyyət yaxşı deyil. Komandaya qol lazımdır ki, motivasiya lazımdır komandaya. Qeyd edək ki, bu mərhələ 2 oyundan ibarətdir. Birinci oyundayıq hal-hazırda. Bitməyib birinci oyun, baxaq hesab necə olacaq. Fərhadın zərbəsi yenə dəqiq olmur. Fərhad belə qollar çox vurub, lakin Respekt komandası komandanı çox yaxşı analiz edib. Fərhadın qarşısında həmişə bir oyuncu olur. Fərhad dəqiq ola bilmir. Fəriddən geriyə pas, Fuad. Pasını verdi ilkin. Sənan götürdü, amma top rəqib komandaya gəlir. Fuad. Fərid, bir daha Fuad. Önə doğru pas. Xəlil, müdafiədə dəqiqdir. Alt yerinə yetiriləcək. İçəridə heç bir oyuncu yoxdur Qoca Sinyora komandasından. Fərhad keçmək istəyirdi, amma Elgün oradaydı. Elgündən zərbə mi idi, bu pas idi mi bilmədik, amma qapıdan zərbə oldu. Fuad. Fərhad. Fərhad geriyə Fuadla oynayır. Sanki Qoca Sinyora komandası düzgün taktika ilə oynanmır. Top bitirdi. İslamın zərbəsi. Qapıcı Elnur qoymadı ki, İslam dubl etsin. Kapitan Qələndər komandaya tapşırıqlar verməlidir. Heç də vəziyyət yaxşı deyil. Time-out götürülür bu dəyişimdən sonra. Baxaq nə olacaq time-outdan sonra. Time-out bitdi. Qələndər artıq oyundadır və taktikada dəyişib. 6-cı oyuncu kimi Fərhadı görürük. Pas dəqiq olmadı. Xəlil isə zərbəni dəqiq vura bilmir.
Qapıdan zərbə. Fərhad Fəridlə oynayır. Önə doğru baxır Fərid. Bir tane. Gel ortaya. Gel. Risk lazım idi Qoca Sinyora komandasına və onu da edirlər. İlkin. Yox, Elvindir bu. Elvinin pası keçmədi. Topu uzaqlaşdırdılar amma out. Ver dala ver. Fərid topu yerinə yetirdi. Fuad Fərhada buraxır topu. Cinah dəyişildi. Fuad önü boşdur. Nə edəcək? Cinahı dəyişdi. Fərhadın zərbəsi. Toxunuş yoxdur. Qapıdan zərbə olacaq. Mahir. Elçindən uzun bir pas. İslam içəriyə doğru girir amma Fuad son anda ayaq qoyur və topu uzaqlaşdırır. 200-dən zərbə. İslam baxır. Oy. Az qalmışdı. Sevindirəcəkdi komandasını Məhəmməd Əli. Gözəl top qəbulu. Elçin uğurladı, irəliləyir. Bəli, dartdılar onu. Sənan idi bu. Mərd Məmmədov cəzalandırmır. Xəbərdarlıq edir Sənana. Cərimə zərbəsi olan kimi Özbək komandasının oyunçuları topun önündə qalırlar ki, tez başlanılmasın. Həqiqətən də Özbək komandası bu gün mükəmməldir. Qoca Sinyora kimi komandanın 3-0 hal-hazırda məğlub etmək həqiqətən asan deyil. Qapıcı Mahir topu yerinə yetirəcək. Uzun bir pas. İslam. Qapı boşdur. Dirəkdən. Fərhad topu qoyaraq önə doğru gəlir. Elçin geriyə. Fuadla oynadı. Qapı dirəyi qurtarır Qoca Sinyora komandasını. Xəlildən geriyə pas, amma Elçin topu uğurladı. Fərhad pasını verdi. İçəriyə doğru pas. Fuada gəlir. Fuadın zərbəsi Mahir və kapitan. Bu gol lazım idi Qoca Sinyora komandasına və kapitan bunu verir. Bu goldan sonra Özbək komandası time-out götürür. Time-outdan sonra sizlərləyik. Oyunun bitməyinə 10 dəqiqə qalıb. Bəli, Özbək komandası mərkəzə dəvət olundu. Hesab 3-1-dir. Fuadın qüvvətli zərbəsini Mahir uzaqlaşdırmışdı, amma top Qələndərin önünə gəldi və Qələndər bitirdi. Və bununla da 3-1 olur hesab. İlkin topu yerinə yetirəcək. Pas dəqiq olmadı. Qələndər, kapitan, qolun sahibi pasını verdi Elçinə, amma Elçin topu qəbul etmədi. Və top meydanı tərk etmişdi. Çıxıb. Out yerinə yetiriləcək. Fərid geriyə Fərhadla oynadı. Fərhad pasını verdi. Fərid içəriyə doğru pas. Oy, yerdə qalan oyuncu var. Zərbə vurulur, amma hələ də oyuncu durmayıb. Çox maraqlı epizod. Out yerinə yetiriləcək. Topun başında Fuad var. Fuad geriyə Fəridlə oynadı. Bəli, Qoca Sinyora komandasının qapıcı Fərhad yerinə yetiriləcək. Qeyd edim ki, 6-cı oyuncudur Fərhad. Uzun bir pas, topu uzaqlaşdırırlar. Top Fuaddadır. Fuad geriyə pas, Fərid. Fərid irəliləyir. Kimlə oynayacaq? Önü də boşdur. Fuad boşdur. Fuada verdi. Fuad sıyrıldı. Geriyə bir daha pas. Fərid gözəl oynayır. Bir daha Fuad. Topla gözəl mübarizə. İçəriyə doğru pas. Mahir uzaqlaşdırır. İslamla Fərhadın mübarizəsini görürük.
out kazanır Respekt komandası. Vüqar uzun bir pas. İlkin. Bəli. İlkindən top meydanı tərk etdi. Out. Fuad geriyə Fəridlə oynayır. Fəriddən Fuada bir daha pas, amma qəbul edə bilmədi. İlkin məsafə istəyir. Uzun bir pas. Topu qəbul edə bilmir İslam. Qüvvətli alınmışdı və hava ilə gedirdi top. Fərhad. Fərid. Fuad. Dəqiq olmadı Fərid. İkinci dəfədə artıq pas dəqiq olmur. Top rəqib komandaya keçir və out yerinə yetiriləcək. Mərkəzə doğru çobud bir pas. Və qapıcı Mahir uzaqlaşdırdı, risk etmir. Fərhad topu yerinə yetirdi, Fərid. Mərkəzə doğru pas. Bəli, topu Respekt komandası yerinə yetirəcək. Kapitan Rızanın etirazları və Fərid Məmmədov onu sarı vərəqə ilə cəzalandırdı. Oyunda olmasa belə Rıza deyir ki, mən buradayam və etirazlara qarşılıq Fərid sarı verir. Fərid. Fərhad. Edəcək. Geriyə oynadı Fərid. Mərkəzə doğru pas. Elçin. Geriyə Fərhadla oynayır. Fərhadın zərbəsi toxunuş var idi və küncdən zərbə olacaq. Fuad baxır. Fərhada pas dəqiq olmadı. Qapçı yoxdur. Müdafiəçi var. Geridə pasını verir. Oy oy oy. İslamın pasını Məhəmməd Əli bitirə bilmədi. Qapçı topu yerinə yetirəcək. Fərhad. Qələndərlə oynayır kapitan. Uzun bir pas. Out olacaq. Respekt komandası yerinə yetirəcək. Hacı Əli. Geriyə qapçı Mahirlə oynayır. Mahirdən uzun bir pas. Qapçı Fərhad. Fuad. Geriyə Fəridlə oynayır. Fərhad. Bir gol lazımdır ki, növbəti oyunda Qoca Sinyora komandasının işləri rahat olsun. Baxaq nə olacaq. Hesabda geridədirlər. Hələ də hesab 3-1'dir. Fərhad. Baxır içəriyə doğru. Fuadın zərbəsi Mahir uzaqlaşdırır. Qələndər. Nə edəcək? Zərbəsinə blok qoydu Mahir. Out yerinə yetiriləcək. Fərhad out'u yerinə yetirəcək. İçəriyə səsləyir oyuncularını. Uzun bir pas. Elvindən pas keçmədi və topu uzaqlaşdırdı Xəlil. Fərid baxır. Topu buraxdı Elvinə. Bir daha Fərid. Fərhad. Fəridlə oynayır. Fəriddən içəriyə doğru pas. Zərbə vura bilmədilər. Məhəmməd Əli geriyə oynadı. Hacı Əli sıyrıldı. Uzun bir pas. Qapı boşdu və dirək. İslamın toxunuşu amma top dirəkdən meydanı tərk etdi. Qələndər. Kapitan irəliləyir. Pasını verdi. Elvindən geriyə pas. Fuad. Fərhad. Fərid Məmmədov bildirir ki, oyunun bitməyinə 1 dəqiqə qalıb. Tələsmək lazımdır. Az qalmışdı. İslam topu uğurlasın Fərhaddan. Amma top Fərhaddan meydanı tərk etdi və out. Hacı Əli topu yerinə yetirəcək. Məhəmməd Əli. Fərid topu uğurladı amma top meydanı tərk etdi. Fuad. Qələndər. Geriyə Fəriddən pas. Fuad. Oyunun bitməyinə çox az qalır. Bir gol lazımdır.
Baxaq Qoca Senior komandası nə edəcək? Toxunuş var idi, bəli. Küncdən zərbə bildirir Fərid Məmmədov. Təkrar başlamağını istəyir. Fərhad topun başındadır, baxır komanda yoldaşlarına. Edəcəklər, içəriyə doğru pas dəqiq olmadı və bununla da ikinci hissə bitir. Respekt komandası ilk oyunda 3-1 hesabı ilə qalib gəlir. Şərhsiniz mənim Mirceyhun Mənsimov idi. Digər oyun Cənub Futbol Klubu ilə Modern komandası qarşılaşacaq və sizlərlə olacağıq. Sağ olun, salamat qalın.